Münasibətlərdə bağlama problemi necə əmələ gəlir? Belə ki, əgər bir bağlama problemi varsa, bu münasibət zərərlidir. Yəni bir tərəf burada asılı edən tərəfdir, digər tərəf isə asılı olan tərəfdir. Asılı edən tərəf narsist şəxsiyyət pozuntusuna malik olan tərəfdir və digər tərəf isə müəyyən ailə-daxili problemlərə malik olan şəxsdir. Və bu səbəbdən də o sevgini qarşı tərəfdən almaq istəyir. Bu sevgini kimdən alacağını bilmir. Məhz buna görə də narsist şəxsiyyət pozuntusu olan bir insandan asılı vəziyyətə düşür. Və bağlanma da məhz bu nöqtədən başlayır. Amma siz bunu aradan qaldıra bilərsiniz. Necə? Sadəcə bu münasibəti bilərək, yəni mən artıq burada bağlanmışam, mənim özümə bu zərərlidir, həqiqətən də pis təsir göstərir. Mən burada azad deyiləm. Bunu bilməklə siz o münasibətdən tamamilə geri çəkilirsiniz. Çünki dediyim kimi zərərli münasibət olduqda bağlanma olur və geri çəkilirsiniz, artıq özünüzü toparlayırsınız. Özgüvən qazanmağa çalışırsınız. Psixoloq seansları da lazım gəlsə qəbul edə bilərsiniz.